Salam, ümumiyyətlər, bu gün mən sizə test 23-ü izah edəcəm. Elektromaqnit rəqsləri və dalğaları mövzusundan Dövlət İmtahan Mərkəzinin sınaq və qəbul imtahanlarında istifadə edildiyi suallardan ibarət bir testdir. Birinci sual. Başlanğıc andan hansı ən kiçik zamandan sonra rəqs konturunda maqnit enerjisi maksimum olar? Rəqs konturu induktiv sarğac və kondensatordan ibarətdir. Mən indi sizə rəqs konturunun şəklini çəkirəm. Bu kondensator, bu da sarğac. Burada fasiləsiz olaraq enerji çevrilmələri baş verir. Əgər rəqs konturu idealdırsa, yəni elektrik sahəsi enerjisi, yəni kondensatorda olanda maqnit sahəsi enerjisi sıfır olur və yaxud maqnit sahəsi enerjisi maksimum olanda elektrik sahəsi enerjisi sıfır olur. Yəni fasiləsiz bu periodlar şəklində davam edir. Fərz edək ki, burada yazır ki, başlanğıc anda kondensator yükü maksimumdur. Deməli, T0 anında kondensatorun yükü maksimumdur. Onda gərginlikdə maksimum olacaq, elektrik sahəsi enerjisi də maksimum olacaq. Digər tərəf maqnit sahəsi, yəni maqnit seli sıfır olacaq, cəryan şiddəti sıfır olacaq və maqnit sahəsinin enerjisi sıfır olacaq. Ondan sonra gələn ilk ən kiçik zaman 1/4 perioddur. 1/4 periodda kondensator boşalacaq. Kondensator boşalıb sarğac dolmağa başlayacaq. Yəni kondensatordakı bax bu ifadələr yüktür, gərginlikdir, elektrik sahəsi enerjisidir. Bu sıfır olacaq. Sarğac başlayacaq dolmağa. Bu proses ilk 1/4-də baş verəcək. Doğru cavab 1/4 period. Sonraki 2/1 periodda isə təzədən kondensator dolmağa başlayıb sarğac boşalacaq. Və bu periodla davam edəcək. İkinci sual. Rəqs konturunda cəryan şiddətinin zamanı asılı qrafiki verilmişdir. Grafikin hansı nöqtələrinə uyğun anda kondensatorun yükünün modulu maksimum olacaqdır. Deməli, elektriklə bağlı kəmiyyətlər var, maqnit sahəsi ilə bağlı kəmiyyətlər var rəqs konturunda. Elektrik sahəsi ilə bağlı kəmiyyətlər, burada yazıram maqnit sahəsi ilə bağlı kəmiyyətlər. Elektrik sahəsinə aid olan kəmiyyətlər, yəni kondensatora aid olan kəmiyyətlər elektrik yüküdür, gərginlikdir və elektrik sahəsinin enerjisidir. Maqnit sahəsinə aid kəmiyyətlər cəryan şiddətidir, maqnit selidir, bir də maqnit sahəsinin enerjisidir. Bax, bu sol tərəf maksimum olanda sağ tərəf minimum olur. İndi bizə soruşur ki, yük nə zaman maksimum olar? Yük maksimum olması üçün, yükün maksimal qiymət, gərginliyin maksimal qiymət alması üçün bu sol tərəf sıfır olması lazımdır. I sıfır olması lazımdır, fi sıfır olmasıdır, maqnit sahəsi enerjisinin sıfır olması lazımdır. Buradan baxıb görürük ki, ikinci və dördüncü nöqtələrdə cəryan şiddəti sıfıra bərabərdir. Onda yük maksimum olacaq. Doğru cavab 2, 4. A variantı. Növbəti sual. Sarğacın induktivliyi 80 mH, hər bir kondensatorun tutumu 400 mikrofarad olarsa, kondensatorun məxsus rəqslərinin periodunu hesablayın. Biz əvvəlcə bu kondensatorlar ardıcıl birləşdiyinə görə ümumi tutumu tapa bilərik. S ümumi bərabərdir. Ardıcılda eyni tutuma malik olan kondensatorlar bir tutumu sayına bölürük. S bizdə 400 mikrofaraddır. Bölünsün 2. Bu da eləyər 200 mikrofarad. Yəni 10 üstü mənfi 6 farad. İndi Thomson düsturunu yazırıq. Periodu 2pi kök altda LC. 2pi bizdə 6 edər. L bizdə 80 milli 10 üstü mənfi 3 deməkdir. Vurulsun 200 10 üstü mənfi 6 deməkdir. İndi nə iş görə bilərik? 10 üstü mənfi 3. Bu 3 dənə, bu 2 sıfır burada, bu 0 da burada. Bunlar bu 10 üstü mənfi 3-dən gedəcək ixtisar. 2 8-in 16, 16-dan da 4 çıxır. 24 10 üstü mənfi 6. 10 üstü mənfi 6'da da mənfi 3 çıxır. 2, 24, 10 üstü mənfi 3 saniyə. Bu da milli saniyə deməkdir. 24 milli saniyə. Doğru cavab C variantı. Növbəti sual. Elektromaqnit şüalanmasının gücü şüalandırıcı konturun rəqs tezliyindən necə asılıdır? Şüalanmanın gücü, şüalanmanın intensivliyi rəqs tezliyinin 4-cü dərəcəsindən düz, dalğa uzunluğunun 4-cü dərəcəsi ilə tərs asılıdır. Şüalanma selinin sıxlığı I bərabərdir. P bölünsün S üstündən hesablanır. Buradan P'ni tapanda olur I vur S.
Şüalanmanın gücü şüalanmanın intensivliyi ilə düz asılı olduğuna görə şüalanmanın intensiv tezliyin dördüncü dərəcəsindən düz mütənasibdirsə, şüalanmanın gücü də tezliyin dördüncü dərəcəsi ilə düz mütənasib olacaq. Doğru cavab Y variantı. Beşinci sual. Diaqramda göstərilən hansı nöqtədə rəqsin periodu ən böyükdür? Düsturu yazırıq. İm bərabərdir QM omega. Omeganın periyod olan düsturunu yazırıq. 2 pi t vurulsun QM. Buradan periyodu tapırıq. 2 pi QM bölünsün İm. Periyodun ən böyük olması üçün baxırıq düstura. QM ən böyük olması lazımdır. İEM'in isə ən kiçik olması lazımdır. QEM'in ən böyük qiyməti 4 ilə 5-dədir. Yəni sağa getdikcə Q artır. İ'nin ən kiçik qiyməti isə 1 ilə 5-dədir. Yəni aşağıya getdikcə I azalır. Bunların kəsişmə nöqtəsi 5 nöqtəsindədir. Doğru cavab C variantı. Növbəti sual. Rəqs konturunda sarğacın induktivliyini 9 dəfə artırdıqda sərbəst rəqslərin tezliyi necə dəyişir? Sərbəst rəqslərin tezliyi nü bərabərdir 1 bölünsün 2 pi kök altda 1 böl LC düsturu ilə hesablanır. Nü L-lə kök altı tərs asılıdır. Yəni induktivliyi 9 dəfə artırdıqda tezlik 3 dəfə azalacaq. Doğru cavab olacaq A variantı. 7-ci sual. Sərbəst elektromaqnit rəqslərinin baş verdiyi rəqs konturunda sarğacın maqnit sahəsi enerjisinin kondensatorun elektrik sahəsi enerjisinin asılı qrafiki verilmişdir. Maqnit sahəsi enerjisi 120 millicol olanda elektrik sahəsi enerjisini hesablayın. Deməli, maqnit sahəsi enerjisinin elektrik sahəsi enerjisinin asılı qrafikində bilməli olduğunuz nöqtələri sizə deyəcəm. Deməli, bu qrafikin başlandığı nöqtə və ya bitdiyi nöqtə tam enerjini verir. Məsələn, maqnit sahəsi enerjisinin maksimal qiyməti tam enerjini verir və ya elektrik sahəsi enerjisinin maksimal qiyməti tam enerjini verir. Yəni, bu qıraqlarda olan ədədlər tam enerji. Bizim qrafikdə baxsaq görərik ki, bizdə tam enerji 180-dir. Tam enerji 180-dir və maqnit sahəsi enerjisi isə, məsələn, bu K nöqtəsinə uyğun 120-dir. İndi elektrik sahəsi enerjisini asanlıqla hesablaya bilərik. Çünki V elektrik bərabərdir. Tam enerjidən çıxırıq. Maqnit sahəsinin enerjisini 180 çıxırsın 120. O da edər 60. Doğru cavab Y variantı. 8-ci sual. Rəqs konturundakı kondensatorun yükünün zamanı asılı qrafiki verilmişdir. Qrafikin hansı hissələri sarğacdan keçən maqnit selinin modulca azalmasına uyğundur? Yenə də təkrar edirəm. Maqnit sahəsi ilə bağlı kəmiyyətlər, bir də elektrik sahəsi ilə bağlı kəmiyyətlər. Maqnit sahəsi ilə bağlı kəmiyyətlər cəryan şiddətidir, maqnit selidir, maqnit sahəsinin enerjisidir. Elektrik sahəsi ilə bağlı kəmiyyətlər yükdür, gərginlikdir, bir də elektrik sahəsinin enerjisidir. Əgər bunlar azalarsa, sağ tərəf artacaq. Çünki bunların biri sinus qanunundan dəyişəndə, digəri kosinusdan dəyişir. Yəni, fazaları əks olur. İndi və yaxud da Q artanda, yəni elektrik yükü artanda, cəryan şiddəti, maqnit seli, maqnit sahəsinin isə azalar. Bizə elə azalması lazımdır. Demək, Q-nun artdığı yeri axtarmalıyıq. Q harada artıqdır? 2 ilə 3-ə gedəndə Q-nun modulu artıqdır. Bir də 4 ilə 5-ə gedəndə Q-nun modulu artıqdır. Doğru cavab 204. Növbəti sual. Sərbəst elektromaqnit rəqslərinin baş verdiyi konturda cəryan şiddətinin amplitud qiyməti İM-dir. Kondensatorun enerjisi sarğacın enerjisindən 8 dəfə çox olan anda elektrik enerjisi maqnit sahəsi enerjisindən 8 dəfə çox olan anda cəryan şiddətinin ani qiymətini hesablayın. Tam enerjinin üstünü yazılır. V tam bərabər V elektrik, üstəgəl V maqnit.
Elektriğin yerine 8 tane V magnet yazılır. Üstəgəl V magnet. O da olacak 9 tane V magnet. Tam enerjinin yerine yazılır. Li maksimum kvadrat bölü 2 beraberdir 9 tane Li kvadrat bölü 2. Yani bu tam enerji söhbətini biraz izah edeyim size. Bayaq dedim ki, tam enerji maqnit sahəsinin enerjisinin maksimal qiymətinə veya tam enerji elektrik sahəsi enerjisinin maksimal qiymətinə bərabərdir. Yani ona göre de biz bu tam enerji yerine eli maksimum kvadrat yani maqnit sahəsi enerjisinin maksimal qiymetini yazabiliriz. Burada ikileri kısa gelir, eller gelir, kalır. E, maksimum kvadratı beraber 9 tane i kvadrat. Her tarafın kök alırız. İ'nin beraberdir 3 tane i. Buradan i'ni tapanda i'nin bölünmüş 3 alır. Doğru cevap A. Bunu başa düşə bilmeyen şagirdler için de deyim. Daha rahat kısa yolu var. Bu tabii ki elmi yol değil. 8 dəfə çoxdursa, üstünə bir gəlirsiniz, kök alırsınız. Yəni, üstün belədir. I bərabərdir. İ'nin kök altda n plus 1. N nədir burada? O neçə dəfə çoxdursa o. Və yaxud U bərabərdir. İ'nin n plus 1. Bu daha qısa həll yoludur. Təbii ki, elmi yol deyil. Növbəti sual. 10-cu sual. Eli maksimum kvadrat bölü 2 çıxılsın Q bölü 2 ifadəsilə hansı fiziki əməliyyat təyin olunur? El sarğacın indükdirliyi, İM sarğacdakı cəryanın amplitude qiyməti, Q və U kondensatordakı yükün və gərginliyin ani qiymətləridir. Bayaq dediyim kimi, eli maksimum kvadrat bölü 2 bu tam enerjini verir bizə. Çıxılsın Q bölü 2 isə elektrik sahəsinin enerjisi. Tam enerjiden elektrik sahasının çıkanda kalır maqnit sahasının enerjisi. Doğru cevap Y variantı. 11. soru. Reaks konturunda AB stajlarına hansı induktivlikli sarğaç qoşduqda onda yaranan reaksiyanın periyodu en kiçik olar. Burada bilirsiniz ki bir tərəfi kondensator olanda reaks konturunun bir tərəfi induktiv sarğaç olur. Periyodun da düsturu 2 pi kök hatta NC. En kiçik olması için, bunun en kiçik olması için sarğacın induktivliği de en kiçik olmalıdır. İnduktivliği en kiçik olan burada D variantıdır. 12. sual. Rex kontrolünün kondensatorun maksimal yükü 5 mikrokulon. Cəryan şiddətinin amplitude qiyməti 10 milliamper olarsa, ondaki sərbəst əksənin periyodunu hesablayın. Cəryanın amplitude qiymətini düzgün yazırıq. Qn omega. Omeganın yerinə periyod olan düzgün yazırıq. 2 pi bölü və Qn. Və buradan periyodu tapırıq. P bərabərdir. 2 pi Qn bölü 2 pi 6 və də Qn bizdə 5 mikro yani 10 üstünden 6'dır. Bölüğün %10 10 üstü yani 3'tür. Bu da 3 10 üstünden 3 saniye. O da 3 milisaniye. Cevap D. 13. sual. Sarğacın induktivliği 4 mHz olan rəks konturunda yaranan sönməyən elektromagnetik rəksləri zamanı cəryan şiddətinin zaman hansı qrafiği verilmiştir? Grafikin C nöqtəsinə uyğun zamanında kondensatorun elektrik sahəsi enerjisini millijol ilə hesablayın. Elektrik sahəsi enerjisi maqnit sahəsi enerjisindən, tam enerjiden maqnit sahəsinin enerjisini çıxmaqla tapılır. Tam enerji çıxılsın maqnit sahəsinin enerjisi. Bu şəkildə tapılır. Şimdi burada tam enerjinin yerine biz yine de maqnit sahəsi enerjisinin maksimal qiymətini yaza bilərik. Eli maksimum kvadrat bölü 2 çıxılsın maqnit sahəsi enerjisi yani Eli kvadratı 2. Buradan elektrik sahəsi enerjisini bu tapanda el bölü 2 yani dışarıda çıxardırıq mörtəzədən xaricə qalır İ'nin kvadratı çıxılsın İ kvadrat.
Verilenləri yerinə yazırıq. W elektrik bərabərdir 4. Cavab milli olur. Bu da milli himdir. Çevirmə aparmırıq. İyem bizdə. Bu iyemdir. Bu isə i'dir. Yəni 9. 3-ün kvadratı çıxırsın 1. Bu da edər 2 vurulsun 8. Yəni 16 milli joule. Növbəti sual. Uyğunluğu müəyyən edin. Rəqs konturunun sarğacındakı cəryan şiddətinin zamanla qraf verilmişdir. 1-2 hissəsində artan, azalan və sabit qalan kəmiyyətlər soruşulur. Görürük ki, 1-2 prosesində cəryan şiddəti azalır. Bayaq da qeyd etdik, maqnit sahəsi ilə olan kəmiyyətlər bax burada. Əgər cəryan şiddəti azalırsa, maqnit sahəsinə aid olan kəmiyyətlər azalar, elektrik sahəsinə aid olan kəmiyyətlər artacaq. Yəni, I azalırsa, maqnit seli də azalacaq, maqnit sahəsinin enerjisi də azalacaq. Və qarşı tərəf kül elektrik yükü artacaq, gərginlik artacaq, elektrik sahəsi enerjisi artacaq. Şimdi baxaq, kondensatordakı gərginlik artacaq, 1-ə A gedər. Sarğacı maqnit seli azalacaq, 2-ə B gedər. Kondensator elektrik sahəsi enerjisi artacaq, 1-ə C gedər. Sarğacın maqnit sahəsi enerjisi azalacaq, 2-ə B gedər. Sabit qalan isə tam enerjidir. Çünki ideal rəqs konturunda elektrik sahəsi enerjisi, maqnit sahəsi enerjisi cəmi tam enerjini verir və bu da dəyişmir. Növbəti sual, 15-ci sual. Uyğunluğu müəyyən edin. Rəqs konturunda sarğaca maqnit uyğunluğu olan istik daxil etsə, rəqs tezliyi, periodu və induktivliyi necə dəyişər? Gəlin induktivlikdən başlayaq. Belə bir induktivlikli sarğacdır, içi boşdur, bunun induktivliyi 0-dır. Şimdi həmin bu induktivlikli sarğaca ferromaqnit içlik daxil etdikdə bunun induktivliyi baxın şəklində göstərirəm. Belə bir ferromaqnit içlik daxil edir. Ondan sonra bunun maqnitliyi 1000 dəfə artacaq. Yəni 1000 olacaq. Yəni induktivlik 1000 dəfə artacaq. Bir tezliyi yazırıq. Tezlik bərabər, 1/2 kök altda 1/Lc. Əgər L 1000 dəfə artırsa, onda tezlik kök altdan 1000 dəfə azalacaq ki, kök altı tərs asılır. Kök altdan 1000 dəfə azalar tezlik 1-ə B gedəcək. Və periyoda baxırıq. Belə də demək olar, periyodla tezlik tərs asılıdır demək olar. Əgər tezlik kök altdan 1000 dəfə azalıbsa, periyod kök altdan 1000 dəfə artacaq demək olar. Amma üstündən də deyək, 2 kök altda Lc. Əgər L 1000 dəfə artırsa, onda periyod kök altdan 1000 dəfə artacaq. Bunu mən həmişə şagirdlərə belə yazdırıram. Deməli, bunu siz də yaza bilərsiniz. T mütənasibdir kök altdan 1000 ilə və ya T mütənasibdir kök altda epsilonla. Çünki epsilon da var. Bunun asıl olduğu diyelektrik mövzusunu da var. Tezlik isə kök altı tərs asıdır 1000 ilə və ya kök altı tərs asıdır epsilonla. Beləliklə 2-yə də gedər Y variantı, 1D, 2Y, 3Y. Beləliklə, əziz abituriyentlər, elektromanqanet rəqsləri və dalğaları mövzusundan Dövlət İmtahan Mərkəzinin son illərdə keçirdiyi qəbul və sınaq imtahanlarında istifadə etdiyi test tapşırıqlarını izah elədim. Əgər bu videodan nəsə öyrəndinizsə, nəsə faydalı məlumatlar əldə etdinizsə, kanala abunə olub, dostlarınızla paylaşmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Gələn dərslərdə görüşmək ümidi ilə.